Salam hörmətli tamaşaçılar, hər birinizi OTV-də xoş gördük. Bugün 16 avqustdur, Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür. Yusif Səmədoğlu 1935-ci il dekabr ayının 25-də qarlı bir qış günü Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ailəsində dünyaya göz açır. Uşaqlıq illərindən, yeniyetməlik çağlarından ədəbiyyata, saza, sözə qəribə bir maraqla bağlanır Yusif Səmədoğlu. Sənədlərini Moskva Dövlət Universitetinə verir, orada oxumağa başlayır, ancaq təhsilini Moskvada başa vurmaq ona müəssər olmur, Bakıda davam etdirir. Ona görə ki, atası Səməd Vurğun dünyasını dəyişir və ailənin dolandırmaq yükü məhz Yusif Səmədoğlunun üzərinə düşür. O da redaksiyalarda jurnalist kimi, daha sonra redaktor kimi fəaliyyət göstərərək qəpik quruşla ailəsini dolandırmağa çalışır. Atası Səməd Vurğundan təkcə istedad mirası keçməmişdi Yusif Səmədoğluna. Hazır cavablıq, baməzəlik və eyni zamanda bir çox xüsuslar onda cəmləşmişdi. O da atası kimi xərçəng xəstəliyindən dünyasını dəyişir. Amma gəlin onun yaradıcılıq yoluna qısaca nəzər salaq. 220 nömrəli otaq hekayəsi ilə ədəbiyyatda adından söz etdirə bilir. 1987-ci ildə yazılan və tamamlanan Qətl günü romanı isə təkcə Azərbaycanda yox, bütün SSR miqyasında onu daha da məşhurlaşdırır. Yusif Səmədoğlu Milli Azadlıq Hərəkatının liderlərindən biri idi. Hətta 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Bakıdakı qırğınları bütün dünyaya çatdıranlardan biri, bəlkə də birincisi elə Yusif Səmədoğlu idi. O, Mirzə Xəzərin Azadlıq radiosu vasitəsilə Bakının haqq səsinə çevrilir. Sovet qoşunlarının xalqa divan tutduğunu ağlaya-ağlaya göz yaşları içərisində bütün dünyaya çatdırmağa çalışır. Ömründə ilk dəfə onu ağlayan yerdə məhz həmin gecə görmüşdülər, o şənbə gecəsi, o qanlı gecədə. Hətta ilk atəş səslərini eşidən kimi küçədəki insanlara yaxınlaşırmış ki, gedin, bu gecə insanları qıracaqlar, güllə barana tuş gəlməyin. Daha sonra hətta bununla bağlı maraqlı bir əhvalat da var. Yazıçı dostlarından biri deyir ki, Yusif, nə əcəb, Milli Azadlıq Hərəkatının liderisən, prezidentliyə namizədliyini irəli sürmürsən? O da özünə məxsus şəkildə cavab verir ki, birdən seçildiyim, onda nə olacaq? Yusif Səmədoğlu atası kimi xərçəng xəstəliyi ilə dünyasını dəyişmişdi, bu barədə vurğuladım. Və atasına zahiri cəhətdən də çox oxşayırdı, üz quruluşu baxımından da. Və bundan başqa Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatında saz elementlərini özünə məxsus şəkildə istifadə edən bir adam idi. Və Azərbaycan aşıq sənətinin ustadlarından sayılan Aşıq Ədalət Nəsibovu da Azərbaycan ictimaiyyətinə tanıdan məhz Yusif Səmədoğlu olub. Təkcə 7 oğul istərən filmi ilə yox. Bütün məclislərdə onu Azərbaycan ictimai, siyasi, mədəni elitasının ən fəal üzvləri ilə bircə-bircə tanış eləyirmiş. Bu da onun aşıqlıq sənətinə olan münasibətinə irəli gəlir. Bundan başqa Yusif Səmədoğlu son yarımçıq qalan romanı olan Deyilənlər Gəldi Başa romanını məhz o məşhur aşıq şeirindən bir parçanın bir misrası ilə romanın başlığını fikirləşmişdi. Bir hissəsində yazmışdı, ancaq həmin roman onun dünyadan köçməsi səbəbi ilə yarımçıq qaldı. Azərbaycan Kino Studiyasının sədr müavini vəzifəsinə qədər yüksəlmişdi. Bir sıra filmlər məhz onun senarisindən, qələmindən keçib. 7 oğul istərəm filminin senarisini yazıb. Atası ilə bağlı çəkilən sənədli filmlərin senari müəllifidir. Digər filmlər var onun filmoqrafiya arxivində. Və biraz da onun haqqında maraqlı əhvalatlardan danışmaq istəyirəm. Günlərin bir günü Xalq Cəbhəsinin dövrü imiş, Elçibəy hakimiyyəti imiş, Pənah Hüseyn də baş naziri imiş. Məlumat yayılır ki, Pənah Hüseyn Yazıçılar Birliyinin indiki binasını Türkiyə səfirliyinə vermək istəyir. Ümumiyyətlə, Vəkilovlar ailəsi üçün, Səməd Vurğunun övladları üçün o binanın xüsusi əhəmiyyəti var idi. Birincisi, Mikail Müşfiqin, Cavidin, Əhməd Cavadın ayaq səslərinin gəldiyi bir məkan idi ora. İkincisi, atası Səməd Vurğun da Yazıçılar Birliyinin sədri olub, orada otağı olub. İndi də o otaq qorunub saxlanılır Səməd Vurğunun otağı kimi. Bütün bunlarla yanaşı, Vaqif və Yusif Səmədoğluların da gənclik, yeniyetməlik, hətta uşaqlıq illərinin bir hissəsi həmin bina ilə bağlıymış.
Yusif Səmədoğlu gözlənilməz qərar verir, yaraqlanır, yasaqlanır, silah-sursat götürür və gəlir Yazıçılar Birliyinə. Deyilənlər belədir. Və baş nazir Pənah Hüseynə zəng eləyir. Əgər bu binanı sən Türkiyə səfirliyinə versən, səni özüm güllələyəcəm deyir. Ondan sonra məsələ prezident Əbülfəz Elçibəyə çatır və beləliklə bu belə deyək, məsələ aradan qalxır, problem aradan qalxır və dövlət həmin binanı Yazıçılar Birliyinin binasını Türkiyə səfirliyinə verməkdən vaz keçir, imtina eləyir. Məsələnin başqa bir tərəfi var. Deməli, Səməd Vurğunun oğlu olan Yusif Səmədoğlu ilk kitabını Yusif Vəkilov imzası ilə çap elətdirir. Günlərin bir günü Səməd Vurğun dünyasını dəyişəndən sonra Nazim Hikmətlə görüşür. Nazim Hikmətlə görüşərkən Nazim Hikmət ona deyir ki, Vəkilov yox, sən Yusif Səmədoğlu imzasını götür. Və bu Yusif müəllimin ağlına batır, o da Yusif Səmədoğlu imzasını götürür və beləliklə ondan sonra çap olunan bütün kitabları həmin imza ilə nəşr olunur. Qardaşı ilə münasibətləri, Vaqif Səmədoğlu ilə münasibətləri heç də bir mənalı olmur, hətta onu yubileyinə belə dəvət eləmir. Buna səbəb Vaqif Səmədoğlunun həddindən çox spirtli içki qəbul eləməsi göstərilir. Günlərin, ümumiyyətlə, Yusif Səmədoğlu it həvəskarı idi, it saxlayırdı evində və xüsusən də ov itlərinə marağı var imiş. Günlərin bir günü yazıçı Zakir Fəxri bunlara gəlir, Yusif Səmədoğlu gilə gəlir, görür ki, itə kotlet bişirtdirir evdə aşpaza Yusif Səmədoğlu. Bunu görən Yusif müəllim aşpaza səslənir, hündür səslə, yüksək səslə, deyir ki, kotletin sayını bol elə, Zakir də gəlib. Belə bir maraqlı, baməzə adam olub Yusif Səmədoğlu. Ümumiyyətlə, Səməd Vurğunun oğludur da, Səməd Vurğun da kifayət qədər hazır cavab bir insan idi. Və Yusif Səmədoğlu bəlkə də Milli Məclisdə hekayələrini işləyən, redaktə eləyən təştüş yazıçılardan olub. O, ümumiyyətlə, Milli Məclisin deputatı olsa da siyasətə bir o qədər qarışmayan adamlardan idi. Amma bu da danılmaz faktdır ki, siyasi fəal kimi, dissident yazıcı kimi hətta deyərdim, 1988-91-ci illərdə Milli Azadlıq Hərəkatının ən öndə gedən simalarından biri idi. Həmin kadrlar sosial şəbəkələrdə, internet resurslarda da var. Siz oradan görə bilərsiniz, izləyə bilərsiniz. Və Yusif Səmədoğlu ilə bağlı maraqlı faktlardan biri o idi ki, az yazsa da, qardaşı Vaqif Səmədoğlu qədər məhsuldar olmasa da, ədəbiyyatımızda qala bildi, tanına bildi. Cəmi 65 il ömür yaşadı. 65 illik ömrə xeyli sayda ssenari sığdırdı, xeyli sayda publisistik məqalələr, yazılar sığdırdı. Şöhrət ordeni ilə təltif olundu. Ölümündən cəmi 4 ay əvvəl Azərbaycanın xalq yazıçısı adına layiq görüldü. Və bu baxımdan Yusif Səmədoğlu olduqca istedadlı. Hətta mən deyərdim ki, hər iki qardaş, Yusif və Vaqif Səmədoğlular atalarından qat-qat istedadlı, öz parametrlərinə görə istedadlı olublar. Bakıda da olsa da Qazax mühitinə əsli kökü olan Yuxarı Salahlıya bağlı adam olub və eyni zamanda saz sənətinin bütün rişələrini elə qətl günündə Babaçaxa elementləri və digər epizodlarda sazla bağlı bütün nüansları ədəbiyyata gətirən, onu bəşəri səviyyədə ədəbi rişələrlə işlədə bilən yazıçılarımızdan, imzalarımızdan idi. Təəssüf ki, onun əsərlərinin bir hissəsi Sovet dövrü ilə bağlı olduğuna görə, baxmayaraq Sovet dövrünü əhatə elədiyinə görə dünya ədəbiyyatından çıxa bilmədi. O baxımdan yox ki, sırf Sovet dövrünün tərənnümçüsü idi, xeyr. Sadəcə Sovet dövründə baş verən proseslər dünya üçün 80-ci illərin sonlarında o qədər maraqlı deyildi. Necə ki, 50-ci illərdə maraqlı idi, 60-cı illərdə maraqlı idi, 70-lərdə maraqlı idi. Artıq yenidən qurma və aşkarlıq dövründə Sovet cəmiyyətində baş verən proseslər Qərb üçün maraqlı olmamağa başladı və bu da Yusif Səmədoğlunun uğursuzluğu idi. Onun hekayələri Avropada diqqət çəkmədi. Digər tərəfdən SSR-nin özü də qapalı ölkə idi. Və Yusif Səmədoğlu ilə bağlı maraqlı
faktlardan biri odur ki, ona nazir postu təklif olunur. O könüllü şəkildə imtina edir ki, mən yaradıcı adamam, bu rəsmi vəzifədir, mən rəsmiyyət daşıyıcısı olmaq istəmirəm, rəsmi şəxs olmaq istəmirəm və daha çox oxumağı, daha çox gəzməyi, şəkillər çəkməyi, fotolar çəkməyi sevən bir şəxs idi və caza meyilli bir insan olub, Vaqif Səmədoğlu kimi. Hətta Səməd Vurğun bir dəfə Rəsul Rza ilə söhbət edirmiş, deyib ki, biz saza meyilli olduq, bizimkilər caza. Belə bir maraqlı ifadə işlətmişdi. Maraqlı əhvalatlardan birini danışım. Yazıcı Seyran Səxavət Ulduz jurnalında və yaxud da Azərbaycan jurnalında çalışarkən Vaqif Səmədoğlunun işçisi olub və həmin vaxt Yusif Səmədoğlu görür ki, daha doğrusu Seyran Səxavət görür ki, Yusif Səmədoğlu yoxdur. Deyir, elə fürsətdir, istifadə edeyim, gedim Moskvaya. Moskvaya gedəndə Arbatda Yusif Səmədoğlu ilə restoranda qarşılaşır. Hətta görür ki, gördü də, yəni başqa yolu yoxdur. Yaxınlaşır Yusif Səmədoğluya, deyir ki, bəs Yusuf müəllim, mən Füzuliyə getməliyəm, ona görə gəlmişəm ki, səndən icazə istəyim. Yusuf Səmədoğlu da qayıt deyir ki, məni burada görməmisən. Bax, belə olduqca maraqlı şəxs idi Yusif Səmədoğlu və SSR yazıçıları arasında da böyük nüfuza sahib idi. Uşaqlıqda Fadeyevindən tutmuş bir çox məşhur SSR yazıçıları məhz atasının evində, onun böyüdüyü evdə qonaq olublar. Hətta Azərbaycan yazıçılarını demirəm. Və kifayət qədər Azərbaycan ədəbiyyatının elit nümayəndələrindən sayıla biləcək şəxslərdəndir Yusif Səmədoğlu. Kifayət qədər mütaliəli insan olub, kifayət qədər milli insan olub, bunu əsərlərində də görmək olur. Amma o milliliyi, milli olduğu qədər də bəşəri elementlərlə zənginləşdirməyi, istedadı sayəsində zənginləşdirməyi bacarıb. 14 avqust 1998-ci ildə uzun sürən xəstəlikdən sonra Yusif Səmədoğlu dünyasını dəyişir və ölümündən əvvəl hətta ölkə başçısı, o zamanki ölkə başçısı Heydər Əliyev də onun ziyarətinə gəlir. Həmin kadrlarda sosial şəbəkələrdə mövcuddur. Və bir sözlə Yusif Səmədoğlu yaşasaydı bəlkə də Azərbaycan ədəbiyyatı üçün daha çox üstünlüklər qazandırardı. Belə hörmətli tamaşaçılar, Allah Səməd Vurğuna, Yusif Səmədoğluya, Vaqif Səmədoğluya rəhmət eləsin. O baxımdan ki, bir evdən 3 xalq yazıçısı, xalq şairi çıxıb Azərbaycan ədəbiyyatı üçün böyük töhfələr verib. Qardaşı Vaqif Səmədoğlu da mənim sevdiyim şairlərdəndir. Eyni zamanda senaristlərdən, yazıçılardandır. Və Azərbaycan ədəbiyyatının ən qaymaq ailələrindən hesab olunur Vəkilovlar ailəsi, belə deyərdim. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Verilişimizi bəyənməyi, kanalımıza abunə olmağı, şərh yazmağı unutmayın. Sizin Yusif Səmədoğlu ilə bağlı eşitdiyiniz, şahidi olduğunuz hər hansı bir hadisə varsa elə şərh bölməsində yaza bilərsiniz. Sağ olun, salamat qalın.